belə. Uşaqlar salam, xoş gördük sizi, gəlmisiniz. Mən də o qədər çox istəyirəm sizi, işlərimi gətirmişəm bura. Necə Muhammed? Yox, o cür demirəm. Bunlar mənim işlərim deyil. Bunlar bizim məhəllədəki nənələrin paltarlarıdır. Onları indi istəyirəm səliqəyə salam. Biri var burada tikirəm. Demək istəsən nədir bu? Yaxşı, qoy deyirəm indi. Deməli uşaqlar, mən bir günüm var ki, həftədə. O gün məsələn çox işim yoxdur, dərsim yoxdur. Gedirəm köməyə ehtiyac olan nənələrə, məhəlləmizdəki hansı nənələr ki, yaşlıdır, iş görə bilmirlər, köməyə ehtiyacı var. Onların evlərinə gedirəm, bəzilərinə zəng edib hal-əhvalını soruşuram. O cür qəşəng bu gün də getmişdim. Nənələrim paltarlarını qəşəngcə gətirdim, yudum, təmizlədim. İndi bəziləri var ki, tikirəm. Uşaqlar, əslində sizlərin də bu cür iş görməyi çox gözəl bir şeydir. Siz də bu işi görsəniz, bunu mən ona görə dedim ki, əslində bunu hər kəsə demirəm. Ona görə dedim ki, siz də bu işlərə şövqünüz olsun, istəyəsiniz. Çünki ola bilər bəzilərinin köməyə ehtiyacı ola bilər. Uşaqlar, kimin hansı nənələrin paltarlarıdır, bu dəqiqə deyirəm. Bu Telli nənənindir. Bu bizim məhəllədə lap yaşlı bir nənə var, Gülzar nənə. Onundur. Bunlar da bir neçə dənə nənə var ki, Məsmə nənədir. Bu Telli nənəni dedim də. Bu da Güllü nənənindir. Belə bu işləri görürük. Uşaqlar, siz həmişə çalışın, kiminsə köməyə ehtiyacı varsa, siz cavansız, böyüyürsünüz, yavaş-yavaş gümrahsız. Çalışın, işləri görəsiniz. Bəzi, məsələn, mən gedirəm, görürəm ki, bəzi nənələr iş görə bilmirlər. Bəzi nənələrin, məsələn, qabları qalıb, bəzilərinin, məsələn, paltarı qalıb. Ola bilər ki, gücü çatmır da, o günü, məsələn, getmişdim, nənələrdən biri xəstələnmişdi. Uşaqlar, siz də gedin, babalar var, məsələn, oğlan uşaqlarsınız, məsələn, ola bilər ki, nəsə almağa ehtiyacları ola bilər, bağıl, məsələn, belləməyə ehtiyac ola bilər. Bu işlər çox gözəl işlərdir, uşaqlar. Səhəri gün siz də böyüyəndə, yaşlananda bunun qarşılığını mütləq görəcəksiniz. Uşaqlar, deməli, bizim tapmacanın vaxtı gəlib çatıb. Gedək tapmacaya. Uşaqlar, yaxşı. Onda diqqətlə qulaq asın, aşağıdakı nömrələrə də tez yazın. Tez yazın ki, tezdə cavablandırın, birinci qalib olasınız. Salam uşaqlar, necəsiz? Bugün də sizə tapmaca deməyə gəlmişəm. Tapmacamız belədir. Yer üzünün qarası, ağacların anası. Görürəm ki, bilirsiniz. Yaxşı-yaxşı fikirləşin, yaxşı-yaxşı fikirləşin və cavabı bizə tez göndərin. Bilirəm ki, siz çox ağıllı uşaqlarsınız. Nömrələrə yazın, cavabı göndərin, gözləyirəm. Bəli, cırtdan. Görürəm ki, bugün də gəlmisən, nənəsənci bir nağıl danışsın, Danış nənə. Lələ. Sən otur, yaxşı, mən sənə qəşəng bir nağıl danışacağam. Elə bir nağıl danışacağam ki, sənə çox faydalı olacaq. Deməli belə, biri var idi, biri yox idi. Bir Əsmər adında məktəbli qız var idi. Amma bu Əsmərin çox pis bir adəti var idi. Nənə, neyinirdi ki? Dərslərini yaxşı oxumurdu? Yox, ay bala, oxuyurdu. Amma əşyalarına qarşı çox pis rəftar edirdi. Məsələn, evə çatan kimi çantasını bir yerə atırdı, kitablarını bir yerə atırdı, paltarlarını ayrı bir yerə, corablarını, ayaqqablarını
Elə hər yerə səpələyirdi ki, otaq bütün onun əşyalarıyla dolu olurdu. Anası nə qədər ona deyirdi ki, ay bala, biraz səliqəli ol, əşyaları bir yerə qoy ki, sabah dərsə gedəndə tapa biləsən. Amma Əsmər heç sözə qulaq asmırdı. Günlərin bir günündə Əsmər yenə məktəbdən gəldi, əşyalarını hər yerə dağıtdı və başını atıb yatdı. Axşam Əsmərin əşyaları cana gəldi. Nənə, neynədilər ki? Bəli, cana gəldilər. Dərdləşdilər, ay bala. Corab dedi. Nə qədər çarpayın altına atılmaq olar? Lap bezmişəm mən. Bunun səsini eşidən paltarı dilləndi. Heç məni demirsən, mən yazığın nə günahı var? Elə həmişə qırış-qırış oluram. Heç kəs məni səliqəli görmədi. Bunu eşidən ayaqqabının dərdi açıldı. Ay, çoxdan da öz tayımı görə bilmirəm. Həmişə mənim tayım ayrı yerdədir. Belə bütün əşyalar ağlaşdılar. Dedilər ki, gəlin bir iş görək. Gəlin bu cür sahibdən çıxaq gedək. Nədir, bizim qədrimizi bilmir. Hara gəldi atır. Bizdə özümüzə görə bir əşya yox. Səliqəli. O gecə onlar qaçıb gizləndilər. Səhər oldu. Əsmər yuxudan ayıldı. Nə görsə yaxşıdır ay cırtdan. Nənə, nə gördü ki? İndi deyəcəm. Heç nə görmədi ha bala. Gördü ki, bütün əşyaları yoxdur. Həm də dərsə gecikirdi. Bilirsən də, səliqəsiz olan uşaqlar dərsə qarşı da səhlənkar olurlar ay bala. Durub tələm-tələsik başladı əşyalarını axtarmağa. Ay Allah, ay ana corabım hanı, ay ana paltarım hanı, ay ana ayaqqabım hanı. Düz bir saat əşyalarını axtardı. Axır ki, güclə, balayla bunları tapdı. Tez ayaqqabını giydi, paltarı ilə qırış-qırış əyninə saldı, sumkanı, kitabları basıb qaça-qaça dərsə getdi. Heç səhər yeməyini də yeyə bilmədi. Dərsə girəndə artıq dərsdən bir saat keçmişdi ay bala. İçəri girdi. Uşaqlar hamı Əsmərə baxdı. Əsmərin üstü başı nə gündədir bilirsən, ay cırtdan? Yox, nənə, neynəmişdi? Pindi gəlmişdi? İndi sənə deyəcəm necə olacaq. Paltarı qırış-qırış, ayaqqabısı batıq. Corabları biri yuxarıda, biri aşağıda. Saçlarını da heç yığa bilməmişdi. Bunu görən uşaqlar hamı gülüşdülər. Müəllim də onun üzünə gözünə baxdı, dedi: "Ay Əsmər, bu nə halda gəlmisən?" Əsmər çox utandı. Çünki istəmirdi dostları onu elə görsün. Müəllimi onu nəsihət elədi və dedi ki, "Əsmər, məktəbə belə gəlmək olmaz. Sən niyə bu cür dərsə gəlmisən?" Əsmər həmin gün çox peşman oldu və çox fikirləşdi ki, yəqin ki, əşyaları ilə doğru rəftar etməyib. Hə, axırda başa düşdü də, hə, nənə? Bəli, Əsmər ağıllı qız idi, amma ki, səliqəsinə fikir vermirdi. O gün ona çox böyük bir dərs oldu. O gündən etibarən, çünki onun əşyaları küsmüşdülər, onlarla bir daha küsülü olmasın deyə, bir də çıxıb getməsinlər deyə əşyalarına qarşı səliqəli oldu. Hə bala, nağlımız da burada bitdi. Nənə, çox maraqlı idi, çox sağ ol. Mən də bəzi əşyalarımla yaxşı rəftar eləyəcəm. Yaxşı, cırtdan. Ora get cırtdan, bura get cırtdan. Yoruldum Bu axı. nədir? Buna bax, ora qaçıram, bura qaçıram. Yox, tapdıq baba deyir ki, gedim alım, bunu al, onu al. Getdim aldım da, day dincəl də. Nədir təkrar göndərirsən məni? Ay cırtda bir dəfə sal, qorxdum ki, bu nədir, bu niyə atdı bura? Bu tərəfdən də Səməd baba deyir ki, bunu səhv almısan. Get qaytar bala, başqasını al. Sahib baba da dedi ki, get mənə çörək al. Day mən nə qədər gedim gəlim axı. Yoruldum ki. Hamınız bir yerdə deyin, gedim alım da. Bir dəfəli gedim alım gəlim. Ora get, gəl. Bütün canım boğazıma yığıldı. Yaxşı, nəfəs al. Ay nə qədər söz Heç dedin kimə nəfəs. kömək eləmək istəmirəm. Heç kimə. Peşman oldum bir dəfə. Deyim ki, tapdıq baba. Sizə kömək lazımdır. O da oradan deyir ki, hə, lazımdır. Bir dənə də yox, lazım deyil. Elə deyir ki, hə, lazımdır. Get mənə bir dənə çörək al.
Getdim, aldım, gəldim. Cırtdan sənə nə olmuşdu ki, sonra getdin, dedin ki, Səməd baba, bəlkə sizin də köməyə ehtiyacınız var. Otur yerində də cırtdan. Elə köməyə ehtiyacım var. O da deyir ki, hə, ehtiyacım var. Get dükandan yumurta al. Nə bilim, nə al. Bağı bellə. Ay Allah, belim qırılır. Ölürəm çiçək bacı yorğunluqdan. Ağzımı açmağa imkan vermirsən. Bir de gör. Ay çiçək bacı. Nə olub Bunlar axı? nədir belə? Bunlar nədir? Bura niyə gətirmisən ki? Paltarları niyə gətirmisən ki bunları? Paltarlardır da. Bilirəm, paltarı Kömək- sən niyə bura gətirmisən ki? Hə, gətirmişəm ki, kömək eləyim də. Yəni necə deyim? Başım getdi ay cırtdan. Bir dəfə sən bir də görüm nə oldu ya sənə? Bunu bir Heç nə çiçək bacı, heç nə. Mən ancaq işlədiblər. işlədiblər. Kim Uşaqlar işlədi? gəlib. Uşaqlar çoxdan gəlib. Yorğunluqdan gözlərim görmür çiçək bacı. Uşaqlar gəlib. Gəlib. Bir salamlaş uşaqlarına. Heç o yadımdan çıxıb mənim. Gəldim uşaqlar. belə hayla, huyla ki, mən də özümü itirdim. Uşaqlar, salam. Necəsiz? Məni soruşursunuz necəyəm? Yorğun. Bağda o qədər işlədiblər ki, məni belim qırılır. Nə qədər bağda belləmək olar çiçək bacı? Onu bellə, bu ağacı bellə, bu gülün dibini belə elə. Ona görə Nə bilim, onu atdı. belə elə. Ay cırtdan. Bir Belə dəfə onu- peşman oldum. Yaxşı elədim, bilirəm. Yaxşı elədim ki, kömək eləmək istədim, təklif elədim. Day cırtdan sənə lazım idi. Bir deyən yoxdur ki, cırtdan, bəlkə oynamaq istəyirsən, bəlkə proqrama tələsirsən, bəlkə dostların səni gözləyir, bəlkə dərsinə dərsimi oxumuşam, dərsim yoxdur. Onu bəlkə çiçək bacı səni gözləyir. Çiçək bacı, səni də o tərəflərdə gördüm. Sən nə edirdin o tərəflərdə? Hə, zəng gəlir cırtdan. Birinci nəfəs al, bir özünə gəl. Tapmacan vaxtıdır. Yox, müsabiqənin vaxtıdır. Gecikmişəm. Bəli, bir dəfə gecikmisən. Mən siz tapmaca. Hə, sən. Yox, cırtdan gedək. Müsabiqəyə uşaqlar. Getdik Getdik. müsabiqəyə. Getdik. Ay belim. Salam mənim balaca dostum, necəsən? Bugünkü qonağımız kimdir? Adı nədir? Adın nədir? Mələk, neçə yaşın var? 8 yaşın var. Cırtdanla oyun oynamağa hazırsan? Bəli. Onda başlayaq. Deməli, Mələk, burada gördüyün xanalardan birini seçməlisən və biz sonra oyunumuza başlamalıyıq. Mənə denən mən açacağam buradan. 5 5 açılsın. Yuhu, getdik oyunumuza. Mələk, deməli bu gördüyün lövhədə sənə suallar veriləcək və sən bu doğru sualların cavabına bəli, yanlış olanlara xeyr deyəcəksən. Onda getdik. Uşaqlar qarla oynamağı sevirlər? Bəli. Cırtdanın nağılı var. Bəli, Azərbaycanın paytaxtı Bakıdır. Bəli, Heydər Əliyev adına hava limanı Bakıda yerləşir. Bəli, Atəşgah Bakıda yerləşir. Bəli, Azərbaycan futbol komandasının adı Neftçidir. Bəli, aferin sənə. Mənim savadlı dostum, təbrik edirəm səni, doğru cavablandırdın bütün sualları. Gedək görək sənin nə qədər xalın oldu. Getdik! Hə dostum, 60 xalın var bizdən. Qazanmısan 60 xal. İkinci oyun oynamaq istəyirsən? Onda xananı seç.
İkinci oyunu oynamaq istəyirsən? Onda xana seç, gedək oyunumuza yenə. 3 La 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 la, getdi! Aha, deməli belə. Burada nə görürük? Kasalar görürük. Bir kasanın altında bir dənə yumurta var. Kasalar fırlanacaq və sən həmin yumurtanı tapmalısan. Hazırsan? Başa düşdün oyunumuzu? Başladık. Diqqətli ol ha dostum, yaxşı? Kasalara diqqətlə bax. Aha, baxaq, yumurta burdadır. Kasa fırlanacaq və biz yumurtanı doğru tapmalıyıq. Kasanı izlə. Bir, iki, yoxsa üçüncüdə? Birə baxaq. Ay, səhv oldu. Eybi yoxdur, gəl yeni oynayaq. Bu dəfə diqqətli ol, yaxşı? Kasanı izlə. Ay, başım gicəlləndi. Hansındadır? Neçədə? 2-də? 2-yə baxaq. Ay, birdəymiş. Yenə oynayırıq. Axırıncı oyunumuzdur. La. Yumurta kasanın altındadır. Fırladanda ehtiyatlı olun. Nənəmin yumurtası qırılar. Yavaş fırladın. Hansındadır? Biraz da fikirləş. 3'ə baxaq. Aferin sənə. Təbrik eləyirəm səni. Getdik. Bizdən 80 xal qazandın və bu oyunda iştirak etdiyin üçün sənə təşəkkür edirəm və 20 xalda mən hədiyyə verirəm sənə. Dostun cırtdandan 20 xal sənə hədiyyə olur 100 xal və 100 manat dəyərində bizdən hədiyyə qazandın. Təbrik edirəm səni dostum. Wow! Sağ ol. Ay çiçəyi bacı, Bəli. yorulmuşam. Yorulmusan? Ay cırtdan. Mən heç bu qədər işləməmişdim. Deyirəm bir danışmaqdan da yorulsaydın sən. Yox, dayana bilmirəm, danışmaqdan yorulmuram, yox. Hə, yaxşı cırtdan. Çiçək bacı, Nə olub ki, belə kömək eləəm sənə? Nə var ki burada? yox, kömək eləmişəm, peşman elədilər. Sən onu qoy kənara, delən görüm, bu paltarları bayaqdan soruşuram ki, sən niyə gətirmirsən, heç cavab vermirsən mənə. Niyə cavab vermirəm? İmkan verirsən. Gəzməyə gedirsən? İstirahətə gedirsən? Hə, istirahətə gedirəm. Verilişi bəs kim aparacaq? Nə bilim, valla sən apararsan. Uşaqlarla kim danışacaq? Mənlə kim oynayacaq? Yaxşı, cırtdan. Bəxtəvər gedir gəzməyə. Hə, gedirəm. Cırtdan işləsin, dükandan nələrsə alsın, ağır, beli sınsın. Yox, heç olmamışdı, yıxılmamışdım, heç olmamışdı. Hə, sən hara gedirsən? Heç, Sonra da gəlsin, görsün ki, hə. uşaqlarla oturub orada, çiçək bacı da oturub burada, hazırlaşır istirahətə getməyə. Hə, Çamadanın mən istirahət yığır. edə bilmərəm. Xanım çamadanın yığır. Doğrudan çiçək bacı, hanı sənin çamadanın? Yoxsa çamadanın yoxdur.
əlində aparacaqsan. Yo, nə çamadan ay cırtdan. Aa! Üst-üstə geyinəcəksən çiçək bacı paltarları. Yo, ay cırtdan. Bəs kimindir çiçək bacı? Ay çiçək bacı bu paltarlar kimindir? Cırtdan, mənim deyil, istirahətə də getməm. Mən ki, uşaqları qoyub Taftı baba gedərəm. verib. Yo. Taftı baban paltarlarını verib ki, apar burada. Belə taxtı babanın paltarı olur ay cırtdan. Yox da çaşdım, bütün gün tapda babanı görmüşəm deyə ona görə. Yox cırtdan, bu nənə paltarıdır. Bizim məhəllənin nənələrinin Uşaqlar! Çiçək bacının paltarı yox imiş, nənələrdən paltar arılmış. Vay vay vay. Ay cırtdan ya. Yox ay Çiçək bacı. Hə. Səni qəşəng o gün geyindiyin paltar nənələrin paltarı idi. Yox. Cırtdan imkan verəcəksən deyim. Bayaqdan sual verirəm də cavabımı ver. Qoyursan ki, yaxşı Denən. cırtdan. İmkan verirsən bax saçda deyirəm. Bunlar bizim məhəllədəki nənələrin Aha. paltarlarıdır. Gətirmişəm ki, Aha. bunları qəşəng yuyum, qatdalayım, Aha. ütüləmişəm bəzilərini. İndi bəziləri də belə sökülüb də onu tikirəm. Hə. Ayət məhlədəki nənələr biraz səndən köçdülər axı. Çiçək bacı paltarları sənə olmaz. Onları nəyə yuymusan ki? Onları geyinəsən. Hansını geyinəsən? Bir dənə baxın, baxın. Yox, onlar özlərini Zərk gəlir. zəng gəlir. Hə, doğrudan zərk gəlir. Hə, uşaqlar gedək müsabiqəyə. Müsabiqədən sonra neyərik? Gələrik bura. Görərik nədir. Yaxşı uşaqlar. Gedək aşağıdakı Çiçək. nömrələrə yazın ha, mütləq. Çiçək bacı nənə paltarı geyinir. Salam mənim dostum, necəsən? Yaxşıyam. Adın nədir? Hacər. Hacər, neçə yaşın var Hacər? 7. 7. Cırtdanla dost olmaq istəyirsən? Bəli. Bəs oyun oynamaq istəyirsən cırtdanla? Bəli. Hə, onda başlayaq oyunumuza. Bu yuxarıda gördüyün xanalar var ha. Onlardan birini seç, bir dənə oyun açılacaq. Sonra gedək oynamağa. İkini seçirəm. İkini seçir. Aha, getdik. Dostum, bu qulaqçığı görürsən sən? Bilirsən də qulaqçıqdan səs gəlir. İndi bu qulaqçıqdan səs gələcək. Sən də bizə o səsin nə olduğunu deyəcəksən. Və qutudan da doğru cavab çıxacaq. Hazırsan? Başa düşdün? Bəli. Başladı. Görək buradan nə səs gələcək. Nə səsi? At səsi. At səsi baxaq görək. Aferin sənə. Doğru cavab verdin. Cavabımız at idi. Hə, getdi. Hə, dostum, qulaqların çox qəşəng eşidir ha sənin. Atın səsini tez tapdın. Təbrik edirəm. İkinci oyun oynamaq istəyirsən? Bəli. Onda xana seç. Bəli. Xana seçək. La 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 la. La 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 la. Neçəncini? Üçünü seçir. Üçüncünü seçirik. Açılsın. Yuhu, getdik. Hacər, bu gördüyün sual işarəli qutusu var ha. Bu qutuda bir kəlmə var, söz var. Yəni biz bu kəlməni tapmalıyıq. Deməli bu sözü necə tapacağıq? O cür tapacağıq ki, sənə yuxarıda şəkillər göstəriləcək və o şəkillərə uyğun doğru cavabı tapacaqsan. Başa düşdün? Başlayaq. Başlayın. Başladıq. Yuhu! Görək nədir bu? Aha. Günəş, gözündə də iynəyi var, o nə qəşəngdir. Ha, bu da şortikdir. Ha, yox. Şortik. Yox da indi 3 hərflidir. Günəş.
3 hərflidir, 3 hərflidir. Bu bir fəsil adıdır. Hə. İnsanlara nə vaxt çox isti olur? Yay. Yay, baxaq görək. Yay. Açılsın xanalar. Aferin sənə. Doğru cavab verdin. Yay idi cavabımız. Getdik. Dostum Hacər, 120 xal qazandın bizdən, səni təbrik edirəm. 2 oyunda da çox gözəl oynadın. Bu oyuna gəldiyin üçün, iştirak elədiyin üçün Cırtdan da sənə 10 xal hədiyyə verir. Yəni sən 130 manat dəyərində Cırtdandan hədiyyə qazandın. Təbrik edirəm səni. Oyun xoşuma gəldi? Bəli. Xoşuna gəldisə, onda digər dostlarıma da deyərsən, gələrlər, bizlə oynayarlar, yaxşı? Sağ ol. Bacım da oynasın. Yaxşı, gəlsin oynasın. Sənə sağ ol. Sağ ol. Hə, Çiçək bacı, heç demədin ki, nə edirsən sən burada? Mən də deyirəm. Bax Cırtdan, mən həftədə bir dəfə boş vaxtımı ayırıram. Həftədə bir dəfə olmur ki, Çiçək bacı, həftədə 7 gün olur. Öyrədiblər bizim məktəbdə. Birinci gün, ikinci gün, üçüncü gün belə gedir. Cırtdan qoyacaqsan danışım? Hə, yaxşı, danış. Yaxşı. Hə, mən həftədə bir dəfə boş vaxtım olanda, yəni boş vaxtım, dərsim olmayanda, nəsə bir əlavə işim olmayanda, Məktəbdə sənə dərs vermirlər? Yaxşı, danış. yaxşı Cırtdan. Hə. Dərsim olmayanda o gün ki artıq mən bir işim, mühüm bir, vacib bir işim yoxdur. Onda gedirəm. Məhəlləmizdəki nənələrin evinə. Baxım görüm kimisə köməyə ehtiyacı varmı? Məsələn, bəzilər olur, məsələn, evini təmizləyirəm, bəzən qabını yuyuram. Bəzən də belə paltarlarını verirlər, yuya bilmirlər. Məsələn, yaşlıdır. Onları gətirirəm evdə, qəşəng yuyuram, ütüləyirəm. Tikməyə ehtiyac varsa tikirəm. Sonra verirəm özlərinə. Çiçək bacı. Hə. Görürəm ki, belə çox həvəslə yaxşılıq eləmək istəyirsən. Nənəm də deyib ki, yaxşılıq eləmək çox yaxşıdır. Bəli, yaxşılıq eləmək. İnsanın əhval-ruhiyyəsinə də təsir eləyir. Bəli, düzdür. Özünə də yaxşı olur, cəmiyyətə də yaxşı olur. Çiçək bacı, hardasan? Hardasan Çiçək bacı? Buradaymışsan, hə. Çox yorulmuşam Çiçək bacı ona görə. Hə, deyir ki, cəmiyyətə də yaxşı olur, dostları da çox olur, hə? Deyirəm ki, bəlkə belə xoşun gəlir də. Mən fikirləşdim ki, bəs sən bu paltar yumaq, təmizləmək işindən başqa hansı yaxşılıqları eləmisən və yaxud da eləmək istəyərsən? Eləmək istəyirəm. Məsələn, dərs yazmaq kimi yaxşılıq eləmək istəyirsinizmi Çiçək xanım? Bəzilərinin köməyə ehtiyacı var. Kimlərin məsələn? Mən, uşaqların da ehtiyacı var. Uşaqların da ehtiyacı var. Uşaqların da ehtiyacı var. Yaxşılıq da bu. Çiçək bacı, gedim çantamı gətirim, ən yaxşısı. Mən gedim çantamı gətirim. Sən mənə riyaziyyatda çətinliyin var, məsələn var, çətin məsələdir, ona mənə kömək elə. Kömək eləməyə eləyərəm, amma... Yazda mənim üçün, mən çox yorulmuşam. Nə? Hə, yaz, məsələn var deyirəm, çətindir. Mən yazım. Hə. Niyə? Necə yəni demirsən, yaxşılıq eləmək çox yaxşıdır, əhval-ruhiyyəyə təsir eləyir, çox belə mükəmməl bir şeydir, dostlarımız çox olur. Mən də dedim ki, mənə kömək eləyəcək. Cırtdan, o yaxşılıq deyil axı. Nədir bəs? Mən əvvəl də demişdim ki, o yaxşılıq deyil, o sənə zərərdir. Mən sənə kömək eləyə bilərəm. Zəng gəlir. Zəng gəlir, zəng gəlir. Gedək uşaqlar, müsabiqənin vaxtıdır. Aşağıdakı nömrələri yazmağı, müsabiqədə iştirak etməyi unutmayın. Getdik uşaqlar. Getdik uşaqlar. Məsələmi həll eləyəcək. Hey! Salam mənim dostum. Görəsən bugün kim qəhrəman olmaq istəyir? Adın nədir? Sara. Sara, neçə yaşın var Sara? 10. 10. Oyun oynayaraq qəhrəman olmaq istəyirsən, həm də hədiyyə qazanmaq. Bəli. Onda oyunumuzun qaydası bu cürdür. Yuxarıda gördüyün xanalardan birini seçməlisən. Hansı oyun gələcəksə, həmin oyunu oynayacağıq. 1, 2, 3, 4, 5, 6. Hansını istəyirsən?
Üçü. Üçüncü xana açılsın. Hu, getdi oyunumuza. Hə dostum, burada gördüyün kasalar ki var, həmin kasanın altında bir dənə yumurta var. Yəni bu yumurtanı baxacaqsan yumurtaya, o kasa fırlananda həmin yumurtanı tapmalısan. Başa düşdün oyunu? Bəli. Aydın izah eləyə bildim sənə? Bəli. Kasalar fırlanacaq və biz həmin yumurtanı tapmalıyıq. Başladıq. Diqqətli ol ha. Diqqətlə kasaya bax. Görək hara fırlanacaq. Çox fırlanır, mənim başım gicəllənir. Ehtiyatlı olun, yumurtamı qırmayın ha. Hay, başım gicəlləndi. Hansındadır? Birinci. Birinci açılsın, baxaq. Afərin! Təbrik edirəm. İkincini də oynayaq. Bəli. Oynadıq. Yenə diqqətlə baxırıq. Hansındadır? Axırıncı. Yəni neçənci? Üçüncü. Üçüncüyə baxaq. Vay, birincidəymiş. Eybi yoxdur. Axırıncı yenə oynayaq. Oynayaq. Bəli. Diqqətlə bax. La 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 la. La 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 la. La 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 la. Hansındadır? Birinci. Birinci açılsın. Aferin! Qalib oldu mənim dostum. Getdi. Hə dostum, 40 xal qazandın. Yenə xal qazanmaq istəyirsən? Qəhrəman olmaq istəyirsən yenə? Yox. İkincini hansı Bəli. xana seçirsən? Beşinci. Beşinci xanaya baxaq. Getdi oyunumuza. La 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 la. Hə, Sara. Burada qoyunları görürsən də. Mən bayaq saydım, səhv saydım. İstəyirəm ki, mənə kömək eləyəsən bu qoyunları sayaq, mənə doğru cavabı deyəsən, doğru sayı deyəsən. Yaxşı? Bəli. Və əgər görsən ki, kənardan canavarlar gəlir, mütləq canavarlar gəldi deyə qışqır. Yaxşı? Yoxsa canavarlar gələr bizim qoyunlarımızı yeyər. Yaxşı? Başa düşdün oyunumuzu. Həm canavarların gəlişini deyəcəksən, həm də qoyunları sayacaqsan. Bəli. Getdi. Qoyunları diqqətlə say və fikrin kənarda olsun ki, canavarlar birdən gələr. Canavar gəlir. Canavarların xəbərini mənə mütləq ver ki, onlar da sənə xal verəcəklər. Yaxşı? Yaxşı. Canavar var? 3 dənə. Var, 4 dənə, 4 get. dənə. Elə olanda sayını demə. Denən ki, canavar gəldi. Yaxşı, sayını istəmirəm. Canavar gəldi. Canavar gəldi. Afərin, bax bu cür. Vaxt gedir, neçə dənə qoyunumuz var? Saydın? Vaxt tamam olur. Tez ol, tez ol. La 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 la, la 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 la. Neçə dənədir? Tez ol. 9 dənə. Ay ay ay, səhv cavab verdin. 14 dənə qoyunumuz var idi. 9 yox. Eybi yoxdur. Getdi.
Hə, dostum, bu oyunda 40 xal qazandın. Yəni sənin 40 manat, demək olar ki, 40 manat dəyərində hədiyyən var. Və cırtdan da sənə 20 xal hədiyyə verir. Bu da o deməkdir ki, 60 manat dəyərində hədiyyə qazandın bizdən. Çox sağ ol, bizim verilişdə iştirak elədin. Təşəkkür eləyirəm və digər dostlarına da denən ki, mütləq gəlsin, cırtdanla bərabər oyun oynasın. Yaxşı? Sağ ol. Yes. Sağ ol. Hə, indi Bu tapıram, nə idi? Bu tapıram. nə idi? Baxıram, görüm burası hardadır hardan görəsən, çıxmışdı? hə? Yadımdan çıxdı. Cırtdan, Bunu ay hardan cırtdan. çıxartmışdım mən? Bu nədir? Mən bunu hardan çıxartmışam bilmirəm axı. Sən nə ya? Hə, çiçək bacı. Bunu hardan götürmüsən belə? Bu nədir axı? Nə bilim orada dedilər ki, rejissor deyəsən dedi ki, başına vurdu da belə başına vurdu ki, mikrofon işləmir. Mən də sənin sözlərin Bunu niyə bu günə qoymusan? Sənin sözlərin yadıma düşdü. Çiçək bacı dedin ki, yaxşılıq eləmək lazımdır. Mən də heç nə gəldim dedim ki, qoy düzəldim. Yaxşılıq eləyim də. Hə. Ay cırtdan, bayaqdan buranı vurublar bir-birinə. Bunu axtarırlar. Deyirlər bu nədir? Bu hardadır? Bunu Ay çiçək bacı, o Dəliyəm artıqdır. O artıqdır. nə artıqdır? Bilmirəm çiçək bacı, açdım ki, düzəldim. Belə bir dənə gətirmişdim də. Sonra açdım içini gördüm ki, nə qədər içində çox şey var imiş. Hə, ona görə mən də dedim ki, bunu tullamaq lazımdır, atmaq lazımdır. Dayan görüm cırtdan, özləri baxarlar, tullayarlar. Ay bunu bu. Hə, Niyə belə Yo, eləyir? düzəldirəm. Bunu aparım verim gəlirəm. Ay çiçək bacı, düzəldirəm də sən niyə Dayan aparırsan? görüm səndə. Çiçək bacı da ki, dəhşətdir. İmkan vermir ki, bir yaxşılığımızı eləyək. Bir yaxşılıqdır cırtdan. Bəs nə? Bayaqdan vurmusan aləmi bir-birinə. Niyə ki? Bayaqdan deyirlər, "Bu mikrofon hardadır? İndi bizə lazımdır." Elə deyil. Görmədilər ki, mən apardım onu. Necə deyim sənə də xətrivə dəyməsin. Bu balaca boyun kim görəcək səndə? Ay, balacayam. Görmədilər məni. Görmədilər. Mikrofonu da görmədilər. Yox, bayaqdan onu axtarırlar. Birtəhər eləyiblər mənə də ki, ha bu hardadır? Bu burada qoymuşduq. 5 dəqiqənin içində hara yoxa çıxdı bax. Sən də dedin ki, cırtdan aparıb, hə? Yox, mən harda bilim sən apar. Gəldim indi gördüm belə. İmkan vermədin də çiçək bacı düzəldim. Aman vermirsən ki, biz də yaxşılıq eləyək. Gah deyirsən elə, gah deyirsən belə. Bəs mən nə edeyim? Mən necə yaxşılıq eləyim? Cırtdan, o yaxşılıq deyə başa düşürəm. İstəmirsən düzəldəsən. Amma başın çıxmır axı deyirsən bu artıqdır, bu əksidir. Amma elə şey olur. Artıq idi, hə çiçək bacı. Onları deyərdin ki, bax bu artıqdır, onu atmaq lazımdır. Bəlkə elə ona görə işləmirmiş. Sən heç ömründə bir dəfə mikrofon düzəltmisən? Yox, mən bura gəlmişəm, mikrofon görmüşəm çiçək bacı. Mən harda mikrofon görüm? Bəs onda bilmədiyin işi eləməyəsən gərək. Necə Mən yəni? bilmədiyim işi eləmirəm ki. Hansı işi ki bacarıram, tikmək, yumaq, bu işlər ki əlimdən gəlir, onları eləyirəm. Çiçək bacı bunu hoppa. Cırtdan. Görsən nə qəşəng eləyir. Amma adamın barmağına dəyəndə çox pis incidir ha. Bayaq əlim qalmışdı arasında. İndi ona sən qulağına dartırsan. Qulağım qopar yerindən çiçək bacı. Sən qulağın elə qopsa yaxşıdır. Yox da cırtdan. çiçək bacı. Sən məni daha öldürmüsən bu hərəkətlərindən. Bir dəfə mikrofon götürəcək, bir dəfə nə bilim nə edəcək. Çiçək bacı, bəs sən yaxşılıq eləyirsən. Axı mən necə yaxşılıq eləyim? Cırtdan, elə sən bayaq ki dedin, qəşəng məsələn getmisən babalara kömək eləmisən. Hə, çox yoruldum, Yaxşı çiçək işlər bacı. görmüsən. Daha amma ki deyinmədən eləmək lazım idi onlardı. Yəni sən deyinə gəldin ki, mən falan işi görmüşəm, bu işi görmüşəm. Yəni o cür elə ki, həm Çiçək gücün bacı. çatır, həm də ki qulaq as. Çiçək bacı, bəs mənim belim sındı axı. Mən neyniyim? Mən deyinməyim, cırtdan deyinməsin, kim deyilsin? Hə, Sən- çiçək bacı? Sənə Mənim belimi sındırdılar. Hələ mənə deyir ki, bala bəs deyil, buranı biraz da elə, buranı biraz da elə. Dayı demir ki, ay cırtdan, bəlkə sən yorulmusan. Bəlkə sənin yağlı çörəyə ehtiyacın var. Yağlı çörəyim lal. Hə, yağlı çörəyim üçün darıxdım çiçək bacı. Hə, yağlı çörək istəyirsən bəlkə. Bəlkə sənin nə bilim işlərin var. Qoymadılar. İşlətdilər mən ancaq. Sən də qoymadın mən danışım. Yəni mən Ay. bu verilişi axıracan bir Aa, sözümü axıracan. çiçək bacı burnum qaldı. Çiçək bacı. Cırtdan, bir dayan. Ay. Uy. Cırtdan, yaxşı da, cırtdan. Yaxşısa, səsi gəlmir. Ay cırtdan. Ay burnum. Cırtdan, Ay burnum. ver onu mənə. Bunu ver mənə. Hə. Ay uf, burnum. Ah, Yaxşısa, nəfəs ala bilirəm.
Hə, düzəldim. Sən özünə gəldin axır. Sən olar ki, bir sakit durasan, danışmadan mən izah edeyim. Çiçək bacı, onda mən belə qərarı aldım ki, mən bu nənələrin paltarını götürəcəm, gedəcəm, aparıb paylayacam. Sən də takipçimsən də, sən yaxşılığı eləmisən. Mən də bu cür yaxşılıq eləyim, aparım, verim nənələrə. Yaxşı, qoy olsun. Gedərik, köməkli bir yerdə baxım. Yox, mən istəyirəm. Yaxşı, sən götür gedək. Götür paltarları getdik. Yaxşı, götürək, gedək. Getdik. Getdik. Nənələrə kömək eləyirəm. Lay 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 lay. Gəlirəm də getdik. Gəl də gəlmirsən. Lay 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 lay. İmkan vermirsən oxuyum mahnıma. Uşaqlar, deməli bugünkü tapmacamızı nə edəcəyik? Sizə kömək eləyəcəyik. Bəli, hazırsınız. Tapmacamızı ilk öncə dinləyək. Yer üzünün qarası, ağacların anası. Uşaqlar, ən çox biz, belə deyim ki, biz onun üzərində gəzirik. Bəli, ondan çox istifadə edirik. Ağaclar istifadə edir, bitkilər, hər kəs. Tapdınız? Tez yazın, göndərin, hədiyyələr qazanın. Deyirəm Çiçək bacı, necə sevindilər, Çiçək bacı, gördün? Düzdür. Mən də görsən nə qəşəngdir. Bax. Gəl. Məsmə nənə dedi ki, nə qəşəngdir mənim paltarım, nə qəşəng ütüləmisiniz. Görsən nə qəşəng işdir. Güllü nənə də dedi ki, nə qəşəng iyi gəlir bu paltarlardan. Çox sevindilər. Nə Belə nə yaxşı qədər işdir. xeyir dua elədilər, görsən. Bax, cırtdan, ona görə deyirəm də, yaxşı işlərdir bunlar. Uşaqlar, siz də görürsünüz. Aha, Fatimə deyir ki, orada mən qonşumuzda bir nənə var qoca, ona gedirəm, kömək edirəm, evin süpürəm. Əhsən sənə, afərin. Nə yaxşı. Bəs orada da, Həsən də deyir ki, orada qoca bir baba var, kəndlərindədir. O kömək eləyir ona, bağlarım eləyir. Ay maşallah. Mənim kimi kömək eləyin, mənim kimi. Görürsünüz, mən də bağ belləmişdim. Bəli, sənin kimi, amma deyinməsəydin çox yaxşı olardı. Doğrudan Çiçək bacı, mənim belim hardadır? Belə atdan bayaq tapa bilmirəm onu. Nə bilim, hardadır? Bilmirəm. Yoxdur. Cırtdan, bura bax. Belim. Ya bir dəqiqə deyim, deyinməmək lazımdır. Başa düşürsən, işi görmək lazımdır. Belə necə deyim, ola bilər ki... Sevərək, İstəyərək. Sən Mən də istəmişdim, Çiçək bacı, amma nə bilim, çox işlətdilər də məni. Ora göndər, bura göndər. Nə bilim, onu al, bunu al. Yox, bunu düz almadın, ged onu təzdən al. Bax, Cırtdan, qulaq as. Ola bilər uşaqlar, cırtdanın başına gələn sizin də başınıza gəlsin. Ola bilər yorulasınız. Deyin ki, mən yorulmuşam, biraz istirahət edeyim. Gəlib baba, təzdən bu işi görəcəm. Və yaxud da nənə. Ola bilər də indi yaşlı adamdırlar, fikirləri olmuyor. Mən deməmişəm də yorulduğumu. Deməmişsən, elə ancaq deyinmisən belə görürəm. Ona görə də uşaqlar çalışın. Yox, onların yanında deyinmədim. Onların yanında deyinmədim. Mənim yanımdakı deyindi, bugün mənim başıma aparmısan. Bağışla. Da belə eləmə. Yaxşı, bax Cırtdan, bundan sonra qəşəng kömək eləyim bir-birimizə. Hətta balaca uşaqlara da kömək eləyim, təkcə böyüklər deyil. Məsələn, ola bilər ki, balaca uşağın da bir köməyə ehtiyacı ola bilər. Balaca bacınız və qardaşınız ola bilər, onlara da kömək eləyim. Bəlkə uşaqlar kömək elədikləri yerdə şəkillərini, videolarını və yaxud da Çiçək bacı, rəsm çəkməyi bacarırlarsa, öz aləmlərində, məsələn də necə kömək eləyiblərsə, o şəkili çəksinlər, bizə göndərsinlər. Necə olar? Qəşəng olar, hə? Çox qəşəng fikirdir uşaqlar. Siz də mütləq bu işi görün və aşağıdakı nömrələrə bu şəkillərinizi, ola bilər elə Cırtdan demişkin, şəkliniz fotoşəkil olsun, video olsun, onları bizə göndərin, mütləq göndərin və tapmaca və müsabiqə yaddan çıxmasın, ora müraciət eləyin. Mən çəkə bilmədim, Çiçək bacı. Gərək mən də dükana getdiyim yerdə çəkərdim. Sonra nə bilim, bağı bellədiyim yerdə çəkərdim. Ağacların belini bellədiyim yerdə çəkərdim. Cırtdan. Bəzini mən nə vaxt çəkəcəm? Qulaq as. Gələn dəfə çəkərsən. İndi verilişimizin axırıdır. Uşaqlarla sağollaşma vaxtıdır. Gedək, gələn görüşənə də uşaqlar. Sağ olun. Sağ olun uşaqlar, sağ olun. Salamat qalın. Mən balaca Cırtdanam. Hey!